gəlir şeydə, Hı Gameboardda. hı. Buradan bunu belə eləyirdik. Bax, fine. Birinci 0 0'ı çıxardır. Sonra 0 1'i çıxardır. Deməli i nədir? I birincidə 0'dır. J 0 1 2 3 4 deyə gedir. Bu da nə deməkdir? Bu da hansına ekvivalent gəlir? Faiq. Gəl buradan baxaq. 0 0 budur, düzdür? 0 1 budur, düzdür? 0 2 budur. 0 3 0 4. Doğrudur mu? Rəqəmləri hardan tapır bu? Rəqəmləri deyə burada vermişəm də. Hə, oradan götürür rəqəmi. Əlbəttə ki. Deyirəm 0-dan 5-ə. Deyirəm i-ni 0-dan 5-ə qədər apar. Aha. Sonra deyirəm j-ni də 0-dan 5-ə qədər apar. I-nin hər qiyməti üçün j-ni 0-dan 5-ə qədər aparır. Görürsən? Hə, təxmini başa düşdüm, hə. Matrisdir də bu. Şeydə bu məncə universitetdə keçməli idilər bunu sizə. Matrislər var. Adını çox eşitmişəm o matrisin. Və matrisdir. Aydındır mı? Davam Keçək edək. növbəti bir başımıza nə gəlir? Davam eləyək. Davam eləyək. Okay. İndi nə edirəm? Run eləyirəm bunu. Deməli dedim ki, bir dənə boardum var. İndi məndən seçim etməyimi istəyir. Set game board dedik bura. Input qəbul elədi. Input da burada belə bir şeylədir də. Deməli, bax bunları, bu əməliyyatları apardı, düzdür? Amma indi bax bunu bax, aparacağı bu əməliyyatı mən çıxardacağam. Bir dənə deməli başqa bir funksiyanın içinə qoyacağam. Burada bir dənə function yazıram. Yazıram ki, set deməli box. Box da bu qutudur da, düzdür? Bax bu kvadrat boxdur da, düzdür? Doğrudurmu? Qutudur da, düzdürmü? Və Hə. set box'un içərisində 2 dənə data gəlir. Bunlardan biri idi, biri j'di. Okey, tamam mı? Biri idi, biri j'di. Integer, j, nə? Integer. Doğrudur. Və burada da belə bir şey eləyir. Keçir bura, yerləşdirir bunu bura. Okey. İndi get demirik, set deyirik. Set box. Və burada belə bir şey eləyirik. Yazıram ki, əgər 1-dirsə, set box-a i-ni göndəririk 0, j-ni göndəririk 0. Okey. Əgər 1-dirsə, set box-a i-ni göndəririk 0, j-ni göndəririk nə? 1, 2. Düzdürmü? Əgər budursa, set box-a i-ni göndəririk 0, j-ni göndəririk 4. Çünki belə olur axı, bax 0, 1, 2, 3, 4. Deməli mən sıfırıncıya yazıram, birinciyə yazıram, sıfırıncıya yazıram, ikinciyə yazıram, dördüncüyə yazıram. Başa düşdün? Okey mi? Burada bu formada olarsa növbəti 3 dənəsi üçün nə edirəm? 3-3 gedir də bu. Elə bir birinci sətirdən işimiz bitdi. İndi keçirik ikinci sətir. Ay, hara getdi bu? İndi keçirik üçüncü sətir. Setbox. 3 dənə də burada olacaq. Setbox. Tamam. Deməli, deyirəm bu dəfəki ikincinin sıfırı, ikincinin ikincisi, ikincinin dördüncüsü. Okey. Sonra buru üçün gedirəm yazıram. Setbox. Buru üçün gedirəm yazıram. Setbox. Buru üçün yazıram. Setbox. Bu dəfə də deyirəm dördüncünün sıfırı, dördüncünün ikisi və dördüncünün dördüncüsü. Səliqəyə saldıq. Saldıq. İndi belə bir situasiya var burada.
Deməli mən gəldim, neynədim? Gəldim. Burada set game board'u çağırdım. Bu gəldi belə deyim də set box'u çağırdı özlüyündə. Bu da buraya X yazdı. Sonra nə edir? Bu da yazandan sonra ən sonda onu map eləyir. Əla, əla. Burada onda 0 olmur, i olur. Burada onda nə olur? J olur. Əla. İndi nə edirəm? Bir dənə run eləyə baxaq. Deməli deyir ki, seçim et. Seçim edə mən deyirəm 1. 1-ə yazdı. Deməli, Gameboard-u çağırdıqdan sonra Gameboard-da ən axıra gəlib çıxandan sonra bir də set Gameboard-u çağırır. Rekursiv də elə bir bax. Set Gameboard map-i çağırır, map-də set Gameboard-u çağırır. Rekursiv bir dənə dövr qururuq. Deməli dedim nə? 1-i vurdum, 1-ə yazdı bax. 3-ü vurdum, bax 3-ə yazdı. Fikir verdin bax Faik, doldurur yavaş-yavaş. Fikir verirsən? Görürsənmi? Gördüm ha. Hı. Hətta belə eləyə bilərik. Bunun üstündən bir dənə print line qoya bilərik. Belə bir şey yazarıq. Görək elə birazdan da. Aha. Kvadratın içine salmak istiyorsunuz. Necə? Kvadratın içine salmak istiyorsunuz. Çerçevenin. Bəli. Ay, deyil. Run eləyək. Bax, yuxarıdan bunu qoydum, aşağıdan bunu qoydum ki, rahat formada seçim eləyim. Deyirəm ki, tutaq ki, bax 5-ciyə yaz. Bax 5-ciyə yazdı, fikir verdin? Aydınmı? Aydındır Faik. Səsi Onu başa düşürəm. Şey tərəfi başa düşürəm. Şeyi başa düşürəm. 5'e yazanda 5'e yazır. 1 yazanda 1'e yazır. Kod tərəfini yəni başa düşmürəm. necə başa düşmürəm? Bayaqki bir şeye yazdığı, hadi bu set boxlar var ya. Bu set box'ta deyin Setboxda ya, indekslər gedir ora. ya burada necə sıfırın sıfıra nə deməkdir, sıfırın 2'ye nə deməkdir, 4'ə nə bilim, Bu elementin indeks nömrəsini denən mənə. sıfır. Xeyr, İndeks nömrəsi 1'dir. xeyr. Yoxsa 0 Bu iki ölçülü arraydir, Faik. Sətirlər, sütunlar. Sən iki ölçülü arrayi çağırmaq üçün 2 dənə indeks verməlisən. Sıfırın, sıfırı. Bu o deməkdir. Sırf bax buradakı rəqəm var, bax bu rəqəm var ha, Faik. Sıfırın sıfırı deməkdir bu. Aydınmı? Neçə dənə içi array var? deməli 1, 2, 3, 4, 5 dənə array var içsə. Mhm. Yəni 5 dənə Deməli array bax sən bunu oxumaq üçün Faik, birinci bunu oxumalısan. Sonra bunun içindən bunu oxumalısan. Başa düşdün? Etap-etap getməlisən, bildinmi? Bina təsəvvür elə. Bax, bu belədir, bax, Faik. Mərtəbələr, okey, və hər mərtəbədə otaqlar. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. İndi bax mən istəyirəm bunun koordinatını mənə deyəsən. Neçədir? Bunun koordinatını mənə deyəsən. ikinci mərtəbənin ikinci şeydə Ay sən. aşağıda. Bax yazsaq əgər buradan 1, 2, 3 və 4 mərtəbə yazsaq, düzdür? Deyərik ikinci mərtəbənin ikinci belə deyim də otağı, düzdürmü? Doğrudur? Bunlar mərtəbədir, bax Faik. Birinci mərtəbə, sıfırıncı mərtəbə, birinci mərtəbə, ikinci mərtəbə, üçüncü və dördüncü mərtəbə, düzdür?
Bunlar da Ha, otaqdır. Sıfırıncı otaq, birinci otaq, ikinci otaq, üçüncü otaq, dördüncü otaq. Sıfırıncı otaq, birinci otaq, ikinci, üçüncü, dördüncü otaq. Sıfırıncı otaq, birinci otaq, ikinci otaq, üçüncü otaq, dördüncü otaq. Sıfırıncı otaq, birinci otaq, ikinci otaq, üçüncü otaq, dördüncü otaq. Sıfırıncı otaq, birinci otaq, ikinci otaq, üçüncü otaq, dördüncü otaq. Aydındır? Okey. deməli aşağıda necə yazmışdı biz onda? 0-ın 1-i, 2-si, 3-ü, 4-ü, 5-i. 5, 5 Necədir? dənə. Aşağıda set boxları necə yazmışıq? Ha, sıfırın sıfırı. Sıfırın 0-ın ikisi. 0-ı orada o 0-ın Sıfırın 0-ı. sıfır o demək ki, sıfırıncı mərtəbənin sıfırıncı otağı. Sıfırıncı 0-ıncı mərtəbənin sıfırıncı olmaz. otağı. Bax bura. Aha, bildim. Sonra o birisini necə Sıfırın yazmışıq? ikisi. O birisi də sıfırın ikisidir. 0-ın Sıfırın ikisi ikisi. bildim. Sıfırıncı 4-ü mərtəbənin ikinci otağı. Bax bura. niyə yazmadıq? Biri ona görə yazmadıq ki, boşluq olan yerlərə yazı yaza bilərik. Axı xəttin üstünə yazı yaza bilərik biz. Hə, bizə lazımdır boş olanları yazmaqdır ora. Bəli, bəli, bəli. Tamamilə doğrudur. Xəttin Bir üstünə nəydə? hansı bir? Altta bir. Bir ven şeydə Mən deyirəm ki, o istifadəçi buradan 1 yazarsa, bura yaz, 2 yazarsa bura yaz, 3 yazarsa bura yaz, 4 yazarsa bura yaz, 5 yazarsa bura, 6 yazarsa bura, 7 yazarsa bura, 8, 9 yazarsa bura. Elə bir hər bir yazı yazacağım otağa rəqəm vermişəm də özümdən. onda bir dəqiqədə deməli bir də yuxarı qalxım dənə. Deməli bir yazırsa sıfırın sıfırıncı. Yuxarı bir yazarsa sıfırın sıfırıncı. Hə, bir. Sonra 2 yazarsa sıfırın 1 2 3 sıfırın 3 olmalıdır 2 yazarsa. İkisi. 0 1 2 hə 2 düzdür 2 3 4. 3 də yazsa 4-cü olmalıdır. 1 Hesabı 2 4 yazsa nə olacaq? 4 yazsa 0 1 2 3 4. 4 yazsa 4 yazsa nə olacaq? Bircə dəqiqə. O 4 Rəqəm. olmayacaq axı. 4 olsa bura Peki olmalıdır da. Yox, niyə ki 4 olsa bura olmalıdır hə da. aşağı getdi. Hə, hə, bildim, bildim. İndi başa Bəri boş düşdüm. buraxıb bura yazmalıdır. Məntiqi başa düşdüm. Ortadakı pluslar nədir öyle? Plusları ona görə qoymuşuq ki, bax burada belə ayırd eləyə bilək də, bax belə cədvəl Hə, oxşar. hə, hə, hə. Ha, ona görə eləmiş. Tamam bildim. Ki, Məntiqi başa düşdüm orada da. Sonra növbəti neylədik biz? hələ ki budur. Ha, heç nə oldu. Hələ İndi hələ bunun 0 tərəfi var hələ. hələ bunu hələ heç nəyi yazmamışıq biz. İndi belə eləyirik. Run elədik. İndi mən istəyirəm ki, bir dəfə x yazsın, bir dəfə o yazsın, bir dəfə x yazsın, bir dəfə o yazsın. Düzdür? Həmişə bax, hələ bura fərq var. Həmişə x yazır bax. X yazır. Çünki biz aşağıda X qoymuşuq da. Hı, bəli. 9 qoydum. 9-da da var şeylə. Bura fikir ver. 9 yazanda belə 9-da da. 9 yox. Məsəl üçün 10 yazın. Deyir, Onu xahiş yaz. edirəm doğru yazın. Doğru seçim edin. Onu necə orada yazdıq? Əgər 9-dan yuxarı olarsa şey olsun hə. Deyirəm Əgər buradakılardan başqadırsa xahiş edirik doğru seçim edin çıxartsın. hə, 2. başa düşdüm. Deyir, bu da o da O burada. bayaq X yazdığımız yer hani bəs X yazırdı. O X olmalı. O bu da bura. Hə, deməli X. I, J, X olmalıdır. Onda bunları addellə eləyək də. I-ni X eləyək, J-ni 0 eləyək. Yox, yox, elə olmur. Seçim bu addım sayına görə dəyişən bir şeydir bu. Bir dəfə x gediş eləyir, bir dəfə o gediş eləyir, bir dəfə x gediş eləyir, bir dəfə o gediş eləyir. Başa düşdün? Ona Hava görə qaynayırsa. gedirik yuxarıya. Yuxarıya yazırıq. Var gamer. Gamer bərabərdir nə? Gamer bərabərdir x. Başlanğıcda gamerımızı x-ə bərabər elədik. Okey. Setin içinə də gəlirəm. Deyirəm ki,
var Mark. Mark diye bir şey koyuyorum. Ya da ki ne bileyim. Burada böyle bir şey yazıram. Gamer, burada gamer gedişin eləyəcək. Gamer gedişin eləyəcək. Və aşağıda da belə bir şey eləyəcək. Gamer bərabərdir. If əgər gamer nöqtə equals x-dırsa gamer o-ya bərabər olacaq. Else halda gamer x-a bərabər olacaq. Okey. Elə bir dəfə x olacaq, bir dəfə o olacaq. İndi bax. Bax fərq. Okey. Görürsən? Başa düşdün? Heç düşmədim. Niyə? Şərt qoydum. Dedim əgər Şərti mən equals bərabərliyi yoxlayır da, düzdür? Deyirəm gamer x-a bərabərdirsə, gamerın təzə qiymətin o elə. Yox, gamer x-a bərabər deyilsə, gamerın qiymətini x elə. Şərtlə işlədim də. Elə bir x-dırsa, axırıncı gedişi edən x-dırsa, o növbəti gedişi eləyən nə olmalıdır? yox, onun məntiqini başa düşdüm, amma bu yazılışı başa düşmədim. If-in bir sətirli yazılışıdır bu. Turner operatoru yadındadırsa, Daha if-in sadə şey yazmaq olmaz ki, if gamer bərabərdirsə yox, x stringləri bərabərdirsə ilə yoxlaya bilməzsən. Aydındır? Başa düşdün? demək. Stringlər bu cür yoxlana bilməz bax. Stringlər bu cür yoxlana bilməz. Gamer bərabərdirsə, ə, Hə, tutaq bax belə deyir. yoxlana bilməz stringlər bu cür. Çünki stringlər referans tiplərdir. Referans tipləri yoxlamaq üçün sən equals-dan istifadə etməlisən. Mən bunu bu cür də yaza bilərdim. If gamer.equals bərabərdirsə x-a, gamer-ı bərabər elə o-ya. Else halda gamer-ı bərabər elə x-a. Yəni deyirəm bir dəfə x elə bunu, bir dəfə o elə. Bu cür də yaza bilərdim 2 sətrə. Amma mən bunu yazmadım. Mən nə etdim? Gəldim dedim ki, gamer-ın təzə qiyməti bərabərdir. Əgər gamer x-dirsə, o olsun, else halda x olsun. Bir sətrə Turner operatorundan yazdım. Başa düşdün? Aydındır? İndi nə oldu? Run eləyirəm. Baxaq. Deyirəm ki, oynayaq gəl. Mən ortadakı 5-ci xanaya həmlə etdim. X. Düzdür? 5-ci xanaya x həmləsi etdim. O birinci xanaya həmlə eləyir. O, bax, gördün? Növbəti həmləni növbə ilə gedir. Bir dəfə x yazır, bir dəfə o yazır. Bir dəfə x yazır, bir dəfə o yazır. Gördünmü? Aydındır? Başa Başa düşdün? düşdüm. Fay. Yazılışlar məni çox qorxudur. Qorxutmamalıdır. Öyrənmək istəyirsən? Öyrənmək istəyirəm, bu yadda qalan bir Onda şey deyil. oturub öyrənəcəksən. Yəni belə deyim, mən bura hələ user interface qoşsam, bu butonları zadı qoşsam, bilsən nə olacaq bu? Buton zad olsa yenə adam maraqlı Sənə gəlir elə biraz. gəlir. Nə, sən elə bilsən elə butonla şey işləyəcək, sənə elə gəlir. Butonlarda gələcək nə modeli burada təyin edəcəksən, gedəcəksən başqa bir səhifədə həm bax hal-hazırda sənin bütün kodun cəmi 49 sətr kod yazmışıq, faiq cəmi. Boşluqları çıxsaq 30 sətr kod yazmışıq, boşluqları çıxsaq. Amma sən deyirsən mən qorxuzur. Butonla işləyəndə bilsən nə olur? Gəlirsən resursun içində bir dənə bir şey açırsan, nə navigatorun içində bir dənə bir şey açırsan, layoutun içində bir dənə bir şey açırsan, nə belə deyək də gedib itib batırsan bunun içində. Nə danışırsan sən? Yaxşı tövsiyələrdir. Yox, şey, öyrənmək istəsənsə, yəni bu belədir də, yəni nə etmək olar? Bu belədir. Okeymi? Yəni öyrənəcəksən. Gəl təzə başlayanda bilirdin if else-ləri və s. O da düzdür. O da vardı. Öyrən. Nə elədik? Yuxarıda bir dənə gamer təyin elədik. Gamerim X oldu. Sonra başladıq, next next getdik. Hətta mən belə eləyə bilərəm. Burada bir dənə random əməliyyat yazaram, bir dəfə X olar, bir dəfə O olar. Bunu necə eləyirəm? Gəlirəm, yazıram. Kotlin random. Məhz kitabxanasından bu arada gəlir bu. Kotlin random.
Onu da yazmışdım. Ona ehtiyac var ki. Həmişə X başlayırdı, amma bu dəfə mən istəyirəm ki, bir dəfə X başlasın, bir dəfə şey başlasın da, nədir bu? Hmm. Hələ onu da bağlamaq lazım ki, kimsə udanda o başlasın. Ay, sağ ol. Aferin. Mən onu bağlamayacaqdım, amma sən istədin deyə bağlayacağam. Bizdə Random. Random neyniyir? Deyirəm ki, random var. birdən neçəyə qədər soruşun rəqəmləri atır özündən. Yes, doğrudur. Mən də deyirəm ki, 1-dən 10-a qədər ədəd at. Hara getdi bu? Randomu buradan yükləmək lazımdır. Prosta yükləmək üçün də necə eləyirdik? Bu enter. Hə, okey. Random. Əla. Deyirəm ki, 1-dən 10-a, 0-dan 10-a qədər, 0 deməyək buna. 1-dən 10-a qədər ədəd çıxart. Qədərdir ya. Until qədər deməkdir. Yəni 10 düşmür ora. Aydındır fərq. Deyirəm, əgər buraya if qoyuram. If randomdan qayıdan ədəd bölünsün 2. Təkdirsə, 2-yə bölünməsindən alınan qalıq bərabərdirsə 0-a, başlayacaq oyuna x. Else halda başlayacaq oyuna o. Şərt yazdım. Dedim ki, random 1 ilə 10 arasında dedim ilk olaraq ədəd təyin elə. Böl 2-yə. 2-yə bölünəndə qalıq 0-dırsa x başlayacaq, qalıq 1-dirsə nə başlayacaq? O başlayacaq. Bu dəfə təsadüfi başlayacaq. Bir dəfə run elədim. Görək kim başlayır birinci. Hətta belə eləyirik. Keçirik bura. Seçim et deyirik mən, amma seçim edən kimdir onu bilmirik. Düzdür? Yazıram bura. Gamer seçim et. Gamer seçim et. Seçim edin. Gamer seçim qoy etsin. Run edirəm. Yazıram. O seçim etməyini istəyir. Onun seçim etməyini istəyir. Görürsən fərq? Onun solunda, sağında şeylər var. Ona görə yazıram trim. Soldan sağdan boşluqları silsin. Çünki nəyə görə? Onun solunda, sağında boşluqlar var da. Düzdür? Və görürsən, trim elədim ki, boşluqları sil. Trim bilirsən də nə edir? Dedim kəsmə olduğunu bilirdim, amma sağ Boşluqları solun. silir. Soldan sağdan boşluqları silir. Aydındır? Ya Okey. əslində bunu şey eləmək olar. Nə? Onu udan adam sıraz avtomatik özü hesablayıb şey eləsin ki, Trimi X başla. soruşduram. Hələ ora keçəcək. Hələ ora var hələ faiq, tələsmə. Mən trimi soruşuram. Trimi bildin? Bildim kəsmə Bax, sağından o solundan. başladı, düzdür? Yəni mən 3 desəm, 3-ə o yazacaq. Sonra da x yazacaq. Amma indi gəl belə eləyək. Bu dəfə görək nə başlayır? Bu dəfə də x o başladı. Gəl görək x-in başladığı vəbşə hal olacaq burada. Hadi x başladı. Gördün? Fikir verdin, x başladı. Gördün mü? Yəni random olaraq ədəd təyin eləyir. Ya o başlayır, ya x başlayır. Sual var bura qədər? Yoxdur Okey. sualım. Mürəkkəb Davam şey. eləyək. Nədir? Başlayaq, davam edək. Okey. Məsəl üçün mən 5 versəm, bax, x ilə başladıq. 4 versəm, tamam. İndi bax, x-indi seçim etmə yeri. Bax hələ 4-ü doldurmuşam da, düzdür Faiq? Hı. 4-ü doldurmuşam. Mən bir də 4 yazsam, bax, oradakı 10-u silib yerinə x yazacaq. Olmalıdırmı? Yox, olmamalıdır. Olmamalıdır. Nə etməliyik? Gedib yenə bu əlavə kod yazmalıyıq. Ay, sağ ol, şərt qoymalıyıq. Yazıram bax bura. If yuxarıya onda bir dənə də boşluq deyə bir dəyər yazıram. Val empty. Boşluq da nədir? 1, 2, 3. 3 dənə. Düzdür? Doğrudurmu? Niyə boşluq? Çünki boşluq olanlara mən yaza bilməliyəm də, düzdürmü? Hansının içi belə boşluqdursa onu ora yaza bilməliyəm də, doğrudur? Əgər ikisi bərabərdirsə ona. İndi gəlirəm bura yazıram. If game board'un ikinci elementi equals empty. Deyirəm ki,
empty-yə bərabərdirsə, bunları elə. Else halda neynə? Təkrar çağır. Nəyi? Set game board-u. Set game board-u. Ya da ki, set game board olmaz, map board-u çağır. Bura yazmalı ilk olaraq south. Yes. South. Java-dan qaldı ağlımda. Deməli deyirəm ki, xahiş edirik boş dama seçin. Boş dama seçin. Və map game board-u çağırır. Run elədim. Bax hələ fayq. Başlayaq. Seçim etdim 1-i. Seçim etdim 4-ü. Seçim etdim 5-i. Bir də 5 seçdim. Xahiş edirik boş dama yaz seçin dedi. Gördün? Boş yazmalıyam. Box yazmışam. Boş dama seçin. Okey? Görürsən? Bax odadır seçim. Hələ də deyir ki, xahiş edirik boş dama seçin. Bax burada da bax. Görürsən oda qalıb hələ. Keçməyib o birisinə. Düzdür? Bir də bu dəfə də 4-ü seçdim. Yenə deyir ki, sən gedir, eləyirsən də xahiş edirik boş dama seçin. Okey? Başa düşdün? Aydındır? Deməli boş damya da yazıb yazmayacağını təyin elədik. Sual var? Sual çox deyir, sual. Nədir sual? İstəyirsən burada saxlayaq. Məncə saxlayaq, heç nə girmir ağlıma. Belə eləyək Faiq. Mən bu kodları da səninlə paylaşacağam. Videonu da atacağam sənə. Oldu? Hı -hı. Mütləq evdə yaz, analiz elə, burada saxlayaq. Bu hal-hazırda qutunun içərisinin doldurulmasıdır. Tamam? Okey. Növbəti etapda nə edərik? Növbəti etapda mən sənə göstərəcəm ki, oyunçular necə udur. Tamam? Okey? Udma Mən effekti bəlkə nəsə necə? düzəldə bilərəm. Mən düzəldənmərəm, amma yenə də Nəyi? Udmanı? yox olmalı yox, heç raşımı yıxada bilmirəm heç. Niyə yığa Prosta məsələ bilmirsən? Videonu qoydum da, göndərdim videoya baxa-baxa analiz edib yığırsan. Niyə yığa bilmirsən? videoya baxanda da özümə elə aldadırammış kimi gəlir ki, mənə təkrarçılıq Abi kimi bir şey baxıram. deyim. Anlayırsanmı yoxsa yox? Sən kod yaz. Narahat olma. Birinci alqoritmlər yadındadır. Yazanda bilirdin onu. Yox. Bilmirdin ki, düzdür. Sonra nə oldu? Yaza. İndi ilk dərsimizdə yazdığımız alqoritmlər görsən necə rahat gəlir. Əl vərdişin olmalıdır da sənin. Başa Burada bir düşdün? dənə axırıncı yazdığınız var deyə burada hansıydı o? İki şeyə görə boşxananın şeyləməsin deyə Abi. təkrar yazmasın Aha, bu. qoydu da. Hı. Bunu deməli necə yazdığını əgər Deyirəm keyboard ki, burada gameboardun i ilə j-cisinə yazacağam axı, düzdür? Bayaqki məntiqlə də, otaq mərtəbə məntiqi ilə, düzdür? Hı. Mən birinci yoxlayıram ki, həmin otaq boşdurmu yoxsa yox. Otaq boşdursa içərisinə yazı yazıram da, boş deyilsə yazmıram. Başa düşdün? Boşdursa boşdursa bir dənə bunu şey elətdi tərcümə kimi deyirsən buna əgər gameboard ij empty boşdursa Hı. bərabərdirsə Boşdursa, deyirəm onun içinə, həmin ij-nin içinə gamer-ı yaz. Gamer da nədir? Ya x-dir ya da ki o-dur da, düzdür? Doğrudurmu? Sonra da gamer-ı dəyiş. Əgər x idisə o-ya dəyiş, o idisə x-ə dəyiş. Tamammı? bunu indi yazırız yoxsa var idi Bu bu? bayaq var idi. Bayaq dedim ha, əgər x-dirsə o-ya keçsin, o-dur Hə, x-ə keçsin. hə. Deməli Aydındır? bu gameboard ij empty boşdursa bunu gamerə bərabər elə. Mən də utanmıram prosta. Yo, bax gamer-ı ya o-ya bərabər elə, ya da x-ə bərabər elə deməkdir bu. Faiq. Tamam. Gameboard deməli ij Gameboardun empty. IJ-si nədir? Bax, faiq. Bax, IJ budur da, düzdürmü? Bir dənə bax, buranı analiz edək. Bax, IJ bunlardır da, düzdür? Doğrudur. Aha. Mən bunların içinə ya X yazacağam, ya da O yazacağam da, düzdür? Doğrudur. İsa hansı? D'si hansıdır bunun? I bax budur. Mərtəbə bayaqları. I mərtəbədir. Tamam. Aha. J Üstdən aşağı. otaqdır. Ay sağ, J otaqdır.
Bildin? Aha, Başa bildim. düşdünmü? Mən buna yazı, bax bunun içinə yazı yazanda mən neynəməliyəm? İlk olaraq bunun IJ-sinin boş olub olmadığına baxıram. Yo, düzdürmü? Bu da boş olub olmadığını mənə deyir. Deyirəm ki, Gameboard'un IJ-ci elementi əgər equals bunun içinə göndərənin buna bərabər olub olmadığını yoxlayır. Bizə true ya da false cavab qaytarır. Bərabərsə true qaytarır, bərabər deyilsə false cavab qaytarır. Tamam? Empty yəni yuxarıda qeyd edilmişi, yəni boşluqda. Bu Empty boşluq buna bəli, boşluqdur. Doğrudur. boşluqda nə edir? Boşluqdursa içərisinə yazır. Bax bu yazmadır da, düzdürmü? Həmin o x02-in birini yazır. Bəli, bax x02-in Hə, biri yazır deyilsə onu. də, deyilsə də xahiş edirik boşlaması üçün. Map game board nədir bəs? O hardan Map gəldi? Gameboardda nə edir? Gameboardu təzədən elə bir onun altından çıxardır ki, yaza bilsin də. Axı köhnədə getdi, düzdürmü? Map Gameboardu bir də çağırır ki, elə bir bu damanı olduğu kimi bir də çıxartsın da ekrana. Başa Hə, düşdün? Necə? silir də bir növ. Aysa köhnəni silir, təzəsini yaradır da. Bu arada Oh, oyunlar bu məntiqlə işləyir həmişə. Sil yaz. Sənə bir şey deyim, mən burada sənə bir dənə tələb idarə etmə paneli yazdırardım, elə də asan gedərdi, yəni. Amma görsən oyunlarda nə qədər şeydir. Bunu bitirək Faiq, bir dənə də tələb idarə etmə paneli yazarıq səndən. Oldumu? şeylər bəlkə asan ki, bu laf bəlkə də ən çətindir ya, ona görə vəbşi ilişdim qaldım. Nə Yoxsa çətindir? yəni maksimum dərəcəsi deyə biraz birincidən ilişib qaldım. Bəlkə də o biraz aşağı oyun yox, başqa bir şey olsaydı, onda bəlkə də Bir şey biraz yazmışıq asan. da, zaten Faiq, səndən yazmamışıq. Bana get elementləri, tamam, proyekti bunu bitirək, çətin eləsən zaten asandı da eləyəcəksən də, düzdürmü? Asan deyəcəm, o çətin mənim elə həvəsdən salacaq ki, asan Bax eləməyəcəm bu ki. həvəslə olmur, Faiq. Bax bu iş həvəslə deyil. Bu işi öyrənmək istəyirsənmi? Həvəsin, motivasiyan zaten başın bıraq da, yəni. Sən öyrənmək istəyirsənsə oturub öyrənsən. Bitdi. Bu qədər bəsitdir məsələ. Aydındır? Oturacaqsan indi. Elə dərsi mən bitən kimi yükləyəcəm. Tamam? Elə bitən kimi də açırsan, okeymi? Baxırsan videolara. Oldumu? Hətta bitən kimi eləmə. Bitən mən 1 saatda səndən sonra bir dənə də dərsim var, saat yarımda. Okeymi? Saat yarıma Aha. yükləyəcəm videonu. Sən də saat yarıma bir toparlan özünə gəl, bir dənə videoları şeylə, əvvəlki dərslərimizə göz gəzdir. Burada keçmədiyimiz bir şey yoxdur, Faiq. Bax, özdə fikir verirsən, mən burada normalda klass saat yaratmalıydım. Amma sırf səndən keçdiyimiz mövzular üzərindən işləyirəm. Başa düşdünmü? Bax bu Skyneri Bax, falan anlayırsan. Mən indi bura butonlar qoysaydım, sən heç nə anlamayacaqdın bax bir şey. sadə yoldur. Sadəcə bunları mən birdən iki tez işləməmişəm deyə. İndi Proyekt işləyəcəksən. Hər şeyin bir ilki var da. İndi oturub işləyəcəksən. Düzdürmü? çəkirək. Əlbəttə. Yəni başqa cür ola bilməz. Yəni öyrənməyin bir dənə yolu var. Oturursan, işləyirsən. Burada nə izah edeyim sənə? Burada nə bilim vallahi. İsən Oturub üstdən bir öz dənə gedək. gedək də üstdən aşağı görəlim. Bax, bu random scanner. Bunlar heç. Import elədim. Burada bir dənə scanner inputumu təyin elədim. Bir dənə X təyin elədim. Solunda, sağında boşluqlar var. Niyə boşluqları sola, sağa qoyuram? Mərkəzə düşsün deyə. Bax, burada mən X yazanda, bax elə. Mərkəzə düşsün deyə qoyuram bunu. Bir dənə fikir ver. Gördün? Mərkəzə düşdü. Yəni solunda bir dənə boşluq, sağında bir dənə boşluq. Mərkəzə düşsün deyə qoydum. Tamammı? Aha. O da eyni qayda ilə. Bir dənə də boşluq var. Boşluq da nə üçündür? Bax bunun içərisi üçün. Bax o sırf bunları yoxlamaq üçün. Bax bu boşluq 3 dənə boşluq, bu da 3 dənə boşluq. Tamam. Mütləq şəkildə üstün olsun. Necə? Mütləq 2-3 dənə boşluğundan olsun, yoxsa Yox, 4 yuxarıda dənə bax indi deyəcəm. Gameboardda boşluqları neçə ilə təsvir eləmişəm? 2 dənə qoysam 2 dənə olacaq. Yəni bax bunun boşluqları ilə eyni olmalıdır da. Bax buradakı boşluqla buradakı boşluq eyni olmalıdır. Başa düşürsən? hə bildim. Hə bildim, başa düşdüm. Aydındır. Hətta bax biz buradakı bax bu var, bax bu. Bunun yerinə empty yaza bilərik. Bunun yerinə empty yaza bilərik. Bunun yerinə empty yaza bilərik. Mütləq qalsın, köhnəsi qalsın biraz. Empty. Yəni səbirli ol, bax. Bunun yerinə empty. Bunun yerinə empty yaza bilərik. Bunun yerinə empty yaza bilərik. Bunun da yerinə empty yaza bilərik. Hətta belə məncə sənin üçün daha yaxşı oxunaqlı olar. Bax hələ. Deyə bu da belə.
Başa düşdün? Var. Elə bir deyirəm Bunu boşluq, boşluq, boşluq. Empty olanların içinə mən nəsə yaza bilərəm. Bax, empty olmayanların içinə nəsə yaza bilmərəm. Bax, bunu belə başa düş. Tamam? aha, başa düşdüm. Bunu bilirdim onsuz da. Aşağı düşer, bir aşağıdakını İndi elde keçdik. yaratan. Main-in içində sadəcə bax, game board-u çağırdım. Etmeyin çağırmalısın hamısını. Hə, set game Ne board yarat? var burada. Set game board. Buna gərək yoxdur heç. Bax, buna gərək. İkinciyə gərək yoxdur. Birinci zaten özü eləyir də hər şeyi. Bax ha. Bax, main-in içində game board-u çağırdım. Okay, tamam. Map game board. Map game board nə edir? Həmin o array-i ekrana yazdırır. Tamam. Array ekrana yazdırandan sonra deyir ki, set game board-u çağır. Set game board nə edir? Set game board-da məndən bir dənə element istəyir. Bir zeyni özü yarattınız da prosta Hə, istediği şərifdir. İndi istədiyim hərfdir. Hərf deməyək də dəyişəndir. IJ istədiyim Aha. dəyişəndir. İndeksin IJ-si də başa düşdün? Aydındır? Hə, bu da məndən bir dənə deyir ki, gamerım kimdir? Gamerım X-dırsa deyir ki, X seçim edin. Tamam. X seçim edin deyən kimi item X, okey, seçim etdi. Birdirsə, bax boş olan yer, bax buradakılar var ya, bax faiq. Empty'lərindir, bax. Empty'lərin pozisiyasıdır. 0 0 0 2 0 4 2 Sıfır. 0 2 2 2 4 4 0 4 2 4 4. Bax nə? 0 0 0 2 0 4 2 0 2 2 2 4 4 0 4 2 4 4. Aydındır. Başa düşdüm. Setbox söz nədir? Setbox məcburuq Setbox yazmağa. metoddur. Mən özüm yaratmışam aşağıda. Bax burada. Yox, nə Setbox metodu? da buradan i və j alır məndən. Tamam. Setbox da i, j alır. Yoxluyur. I, j-nin içərisi boşdursa, i, j-nin içinə gamer'ımı yazır. Gamer'da nədir? Ya x yazacaq, ya da o yazacaq. Düzdür? Doğrudurmu? Hı -hı. Sonra da gamer'ım əgər x idirsə, onu o eləyəcək, o idisə x eləyəcək. Tamam. Bax bu şərt. Ah, Deyirəm ki, gamer'ım x-ə bərabərdirsə, onu o-ya bərabər elə. Əks halda x-ə bərabər elə. Əks halda x-ə bərabər deyilsə, deməli o-ya bərabər deməkdir də o, düzdürmü? hı Doğrudur. -hı. Term operatorundan bir sətirlik kod dedim. Əgər yox, game boardumun seçdiyim pozisiyaları boş deyilsə, deyir ki, xahiş edirik boş dama seçin və map game boardu da çağırır. Sual varmı? Bol yox. Bu biraz çox mürəkkəbdir. Tamam. Hər şey Onu oturub belə yaz. eləyirik. Belə eləyirik. Deməli, nə edirsən? Mən burada saxlayıram. Sən bir dənə toparlanırsan. Bura qədər olan hissəni yazırsan. Oldu mu? Okay. Sonra gələn səfər bunun digər hissəsini yazırıq. Sonra da keçirik bir dənə də başqa bir proyekt işləyəcəyik. Oldu mu? Okay. İşte. Yəni işləməliyik, tez-tez şey eləməliyik. Belə deyim də çoxlu praktik eləməliyik. Oldu? Ancaq eləsinə. Biraz şey işləsəm, belə proyektlər çoxlu. Mən belə Adam hələ user interfeysə keçməmişdən qabaq səndən elə bu belənçə bayağı yol qət eləməliyik biz. Çünki bunlarla ən azından iki proyekt. Bax bu və bundan sonra bir dənə də proyekt işləyəcəyik səndən. Tamam? hə işləyək. Restoran rezervasiya sistemi olacaq ikincisi. Olsun. Tamam. Belə. Heç nə fayıq. Oldu o zaman hələlik sağollaşıram mən. İnşallah növbəti dərsə qədər bura qədər olan hissəni işlə, növbəti dərsdə də davamını işləyəcəyik. Oldu? Yaxşı oldu. Hələlik sağ ol.